Salam, biz bugün sizlərlə 3 iyun 2023-cü il tarixində keçirilən blok imtahanında informatik fənnindən istifadə olunan test tapşırıqlarına baxacağıq. Birinci sualın şərtini oxuyaq. Eyni sayılı məktəbin ev təhsil alan şagirdlərinin bilənlər bazası cədvəllərinə əsasən hansı sinifdə ən çox ev təhsil alan şagird var? Deməli, biz ilk öncə hər iki cədvələ baxmalıyıq. Burada şagirdlərin sinif koduna və hər bir sinifin də özünə məxsus kodu vardır. Deməli, hər birisinin özünə məxsus kodu varsa və şagirdin qarşısında həmin kod varsa, deməli, həmin şagird o koda malik olan sinifdə oxuyur. Misal üçün, baxırıq Məmmədli sinif kodu 5-dir və 5-ə baxdıqda deməli Məmmədli 11-ci sinifdə oxuyur. Deməli Məmmədlinin qarşısına 11B yazırıq. Səlimova isə kodu 3-dürsə 8-dir. Yəni, bu ardıcıllıqla belə biz davam edəcəyik. 9B 8D 11D 11B 9B 8D və 8B. Və buradan da bir sinif kodlarına baxaraq ən çox hansı, şagird hansı sinifdə təhsil alırsa onu tapa bilərik. Misal üçün, sinif kodlarına baxdıqda burada 3-ə diqqətimizi cəlb edir. 3-dən çünki burada 3 ədəddir və sinif kodu 3 olan da burada 8-dir. Bu yolla da tapmaq olar və yaxud da ki, yəni belə çətindirsə, qarşısına bu cür yazmaqla da tapa bilərik. Burada cavab D-dir. İkinci tapşırığa baxırıq. İkinci tapşırıqda bizə A dəyişəninə siyahı elementləri var və bu siyahıda olan təkrarlanan elementləri sizdən proqram verilib. Proqram hansı fraqment buraxılıb? Deməli, proqrama baxdığımız zaman burada A dəyişəninə siyahı elementi mənimsədilib, T dəyişəndə isə boş siyahı mənimsədilir. Və burada dövr operatorundan istifadə olunur. For x in A. Burada for x in A o deməkdir ki, A dəyişənində olan hər bir elementə ayrılıqda müraciət olunur və bizdə də hansı hissdə buraxılıb onu tapmalıyıq. Burada T boş siyahı verilibsə, böyük ehtimalla T-yə hər dəfə biz element əlavə etməliyik. Hansı elementi təkrarlanmayan element hansıdırsa, yəni T siyahısında o elementdən yoxdursa, o elementi əlavə edəcəyik. Və məhz bu səbəbdən də appenddən istifadə edilməlidir. Varianta baxdığımız zaman biz remove-ları çıxırıq və burada 3 variant qalır. İndi isə şərtə baxmalıyıq. Biz elə bir şərt qoymalıyıq ki, təkrarlanma baş verməsin və həmin bu A dəyişənində olan element ilk dəfə T-də olsun, daha sonra olmasın. Məhz bu səbəbdən də A varianta baxdığımız zaman nida bərabərdir 0. Bu deməkdir ki, 0-a bərabər deyil. Yəni T-də 1 dənə də, 2 dənə də olsun, o elementdən ola bilər. Ona görə biz A-nı götürə bilmərik. Daha sonra C-yə baxdığımız zaman isə bu T count x o deməkdir ki, T-də yəni bu elementdən bir ədəd var. Amma əslində olmamalıdır. Nəyə görə? Çünki təkrarlanmamalıdır axı. Məhz bu səbəbdən də biz D variantına baxmalıyıq. Burada bərabərdir 0 verilir. Bu deməkdir ki, yəni T-də, T siyahısında o elementdən yoxdur və olmadığı üçün də T append x edərək biz həmin elementi T siyahısına əlavə etməliyik. Və burada cavab D variantıdır. Üçüncü tapşırığa baxırıq. Bu da Python dilində yazılmış proqramdır və burada Python dilində def alqoritmindən istifadə olunub. Def alqoritmində biz bilirik ki, alt proqramdır. Məhz bu səbəbdən də aşağıdan yuxarıya doğru davam edəcəyik. Və burada A dəyişənində 289 ədədi daxil edilib və burada while-da 289 böyüdürmü 9-dan? Yəni nə zaman biz bu while-dan çıxacağıq? Yəni 9-dan kiçik olduğu zaman ona qədər də biz davam etməliyik. Deməli, 289 ədədi 9-dan böyüdürmü? Bəli, ona görə də aşağıya düşürük, dövrün gövdəsinə düşürük və bu zaman biz ədəd A-nın yerinə 289 ədədini yazırıq və bu zaman bunu biz götürüb yuxarıda def bizə verilib və defin qarşısındakı ədəd yerinə isə 289, daha doğrusu x yerinə 289 ədədi yazılmalıdır. Və buradan da adi bir proqram kimi bunu yoxlayacağıq. 289 böyüdürmü 0-dan? Deyirik, hə, bu zaman biz dövrün gövdəsinə düşürük, 2 bərabərdir. Biz bilirik ki, faiz qalığı götürür. 289 bölünsün, yəni faizlə 10. Burada 9-u biz götürürük. S 0 olduğu üçün 0-ın üzərində 9 gələndə 9.
X bərabərdir 289 ədəd tam 10-a böldükdə burada qalıq 9 atılır və 28 ədədini götürür. Və 28 sıfırdan böyüdürmü? Deyirik hə. Yenə də dövrə düşməli olacağıq. Q bərabərdir 28-i 10-a böldükdə qalıq burada 8. S bərabərdir. S-in yeni qiyməti 9 olduğu üçün 9-un üzərinə 8-i gəlirik. Bu da edir 17. X bərabərdir 28 bölünsün tam bölmə 10. Burada da tam 2 qalır. Və 2 də sıfırdan böyük olduğu üçün yenə də biz təkrar dövrə düşürük. 2 bərabərdir. 2-ni 10-a böldükdə burada qalıq 0 olur. Daha doğrusu qalıq 0 deyil. 2 olur. S bərabərdir. Burada da 17 üzərinə 2 gəldikdə 19. X bərabərdir. Burada 2-ni tam böldükdə isə burada tam ədəd 0 olur. Demək 0 olduğu üçün biz dövrdən çıxırıq. Return bizə hansı qiyməti verir? 19 qiymətini vermiş olur. Və yenidən biz bu return 19 verdiyi üçün bizə yenidən buradakı while-a biz baxırıq. Yəni bu zaman bu gedir. 19 böyüdürmü 9-dan, yəni şərti gəlir. Deyirik hə. Yenə də biz 19-u, yəni bu qayda ilə yenidən alt proqramda yoxlayırıq. 19 böyüdürmü 0-dan? Deyirik, bəli, bu zaman yenə dövrə düşürük. X bərabərdir 19%-ə 10. O bizə edir, bunu silək. 19%-ə 10. Burada qalıq 9 alınır. S bərabərdir 0,9 B-dir bizə 9. X bərabərdir. Bu da edir bizə tam olaraq 1. Və 1 də yoxlayır. 1 böyüdürmü 0-dan? Deyirik, hə. X bərabərdir. Burada qalıq 1. S bərabərdir 10. X bərabərdir 0 alınır. Və bu 0 da böyük olmadığı üçün düşürük. Yəni yenidən biz nə edirik? While-da yoxlayırıq. Yəni biz return S nə alırıq? Return S alırıq 10-u. Düzdürmü? Həmin 10-u yenidən biz müqayisə edirik. 10 böyüdürmü 9-dan? Deyirik, hə. Bu zaman yenə də dövrə düşməliyik. Və bununla da nə edəcəyik biz? Q bərabərdir. Yəni burada yenə 10 böyüdürmü 0-dan deyirik. Deyirik, bəli, hə. Q bərabərdir, nə alırıq? Qalıq burada 0. S bərabərdir 0. S bərabərdir 0. X bərabərdir 1. Daha sonra 1 0-dan böyük olduğu üçün yenidən Q bərabərdir. Qalıq 1. S bərabərdir 1. Daha sonra X bərabərdir 0. Və biz bu 0-ı yoxlayanda 0 böyüdürmü 9-dan? Daha doğrusu return bizə 1 verir. 1 verir. Bu 1-i biz yoxlayacaq. 1 9-dan böyük olurmu? Deyirik, yox. Bu zaman nə olmuş olur? Bizə printdən nə çap olacaq? 1-i, yəni A-nın qiyməti burada 1 tapdığımız üçün printdə də cavab 1 veriləcək. Bax belə. Daha sonra keçək 4-cü misala. 4-cü misalda isə kodlaşdırmadır və burada da informasiya tutumu 1,94 MB olan boş disk, 1 ədəd 0,5 MB-lıq mətn faylı, 512 KB şəkil faylı və 0,44 MB-lıq səs faylı yazılırdı. Diskdə neçə kilobayt boş yer qaldı? Deməli, biz burada 1,94 bizim boş diskimizdir. Və bu boş diskdən 0,5 və 512 kilobaytı çıxmalıyıq. 0,5 ilə 0,44 bizə verir 0,94. Biz ilk öncə 0,94-ü çıxanda bizdə qalır burada 1 MB, düzümü? Və həmin 1 MB-dan da 512 kilobayt çıxdıqda, yəni burada 1 MB biz kilobayta çevirək ki, cavab bizdən kilobaytla istəyir. 1 MB kilobayt çevirdikdə bu edir 1024 kilobayt. 24 kilobaytdan da 512 çıxdıqda cavab elə 512 kilobayt. Yəni burada da E variantı alınır. 5-ci tapşırığa baxdığımız zaman HTML kodunun icrası nəticəsində yaradılacaq siyahı neçə sətirdən, elementdən ibarət olacaq? Bildiyimiz kimi burada all bizə nömrəlmiş siyahını verir və nömrəlmiş siyahıda da baxdığımız zaman bura gövdəyə burada 3 dənə element var. 3 element də bu deməkdir ki, 3 nömrədən istifadə olunur və bu da cavab burada C çıxır.
Uyğunluğu müəyyən edin. Keçək 6-cı suala. Burada alqoritmdəndir sual, hasiləmdən. Diskretlik nədir? Deməli, diskretlik fasiləli, addım-addım burada, yəni alqoritm icra olunur. Birinci oxuyaq. Alqoritmin hər bir addımı bütün icraçılar üçün müxtəlif olmalıdır. Yəni burada diskretliyə aid deyil. Alqoritm ayrı-ayrı sadə addımlardan ibarət olmalıdır. Deməli, bir də B-dir. Müəyyənlik nədir? Müəyyənlikdə isə alqoritm hər bir addımı dəqiq və birmənalı olmalıdır. Burada C-dir. Nəticəlilik alqoritm eyni növ məsələnin hamısı üçün tətbiq olunmalıdır. Alqoritm sonlu sayda addımlardan sonra bitməlidir. Burada da E variantıdır. 1B, 2C, 3E, burada da 6-da D olur doğru cavab. 7-ci tapşırığa baxırıq. Alqoritm fraqmentinin icrasından sonra x və y dəyişənlərin qiymətlərini təyin edin. X bərabərdir 5, y bərabərdir 10 verilir. 10 kiçikdir bərabərdir 10-a deyirik, bəli, hə. Daha sonra burada 5 kiçikdir bərabərdirmi 10-a? Bu zaman daha doğrusu kiçik olduğu üçün biz hə ona gedirik. Bu zaman 5-in üzərinə 1 gəlirik. Burada edir x-in qiyməti 6 və y-dən də çıxırıq 10-u, y-in qiyməti edir 9. Yenidən biz dövrə qayıdırıq. Yəni buradan dövrə qayıdırıq, yoxlayırıq. Deməli, 9 kiçikdirmi 10-dan? Deyirik hə. Daha sonra 6 kiçikdirmi 9-dan? Deyirik yenə hə. Bu zaman 6-nın üzərinə yenə də 1 gəldikdə edir 7. Y-də edir nə? 8. 8-i yoxlayanda yenə hə cavab almış oluruq. Yenidən biz təzədən burada yoxlayacağıq. 7 kiçikdirmi 8-dən? Deyirik hə. Bu zaman x bərabərdir 8 olur və y-də olur 7. Yenidən dövrə qayıdırıq. Burada 7 kiçikdirmi ondan? Deyirik hə. X-a baxdığımız zaman burada 8 kiçikdirmi 7-dən? Bu zaman biz yox qoluna gedəcəyik. Çünki 8 7-dən böyük olur. Və bu zaman biz 8-dən çıxırıq 5, bu edir 3. Y-in üzərinə gəlirik 7, bu da edir 10, daha doğrusu 12. Və yenidən biz dövrə qayıtdığımız zaman yoxlayırıq. 12 kiçikdirmi 10-dan? Deyirik bu zaman yox, çünki 12 10-dan böyükdür və gedirik yox qoluna. Deməli, x-in sonuncu tapdığımız qiyməti 3 və y-in sonuncu qiyməti 12 olduğu üçün burada cavab E variantıdır. 8-ci suala baxırıq. Doğru mülahizələri seçin. SSD harici daş qurusudur. Bəli. Skaner giriş qurusudur. Bəli. Printerlər lazerli və matris olmaqla yalnız 2 növ ayrılır. Xeyr, burada lazerli, matrisli və şırnaqlı var. Bu yanlışdır. Disket ən sürətli yaddaş qurusudur. Xeyr. Mikrofon çıxış qurusudur. Xeyr, giriş qurusudur. Deməli, 1 ilə 2 burada A variantı etmiş olur. 9-cu suala baxırıq. Web səhifəyə cədvəl əlavə etmək üçün HTML kodu yazılıb. Kodun icrasından sonra alınacaq cədvəl haqqındakı mülahizələrdən hansı doğru deyil? Deməli, doğru deyil biz tapacağıq. Table border. Burada table border bizə qalınlığı bildirir. Və neçə sətrin ibarət olduğunu biz hardan bilirik? TR-lərə baxaraq biz neçə sətirdən ibarət olduğunu bilə bilərik. 1 sətir burada və 2 sətir də bu, 2-ci sətir də burada. Bəs sütun varmı burada? Bəli, sütun da var. Çünki TH bizə sütunları bildirir. Burada 3 sütun var. Demək 2 sətir, 3 sütun. Daha sonra bəs birinci sətrin birinci sətrin birinci sütunu, yəni başlığı necə yazılıb? Kursivlə yazılıb. Çünki burada məktəb sözü i'lərdən istifadə edərək kursivlə, italikdə, yəni kursivlə yazılıb. Daha sonra ikinci sütuna və üçüncü sütuna baxdığımız zaman isə onlar sadə formada yazılıb. Və keçirik ikinci sətrin sütunlarına. Birinci sütun 287 sadə formada yazılıb, 11 də sadə formada. Amma xətai sözü burada qalın, yəni bolddan istifadə edilib, yəni qalın formatdan yazılır. Və indi biz variantlara baxaq. Variantlarda cədvəlin ikinci sətrinin üçüncü sütun elementi qalın şriftlə yazılıb. Qalın şriftlə yazılıb. Baxaq. Deməli, nə deyirdi burada? İkinci sətrin üçüncü elementi. Bəli, qalındır. Bunu götürə bilmək üçün doğru deyil bizə lazımdır. Cədvəlin ikinci sətrinin birinci sütunda 287 ədədi yerləşir. Burada da bəli, bu da doğrudur. Sonra cədvəlin birinci sətrinin birinci sütun elementin şrifti kursivlə yazılıb.
Baxırıq ki, birinci sətr və birinci məktəb yazılıb. O da kursivləndim. Doğrudur. Cədvəl 2 sətr və 3 sütuna ibarətdir. Bu da doğrudur. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi qalın şriftlə. Xeyr, qalın şriftlə üçüncü idi. Yəni ikinci deyildi. Deməli, doğru deyil. Burada E variantıdır. 10-cu tapşırığa baxırıq. 10-cu tapşırıq məlumat ASCII sistemi ilə kodlaşdırılmışdır. Bu məlumat Unicode sisteminə keçən zaman həcmi 16 kilobayt artmışdır. Məlumat neçə simvoldan ibarətdir? Deməli, əgər bizim məlumatımız ASCII-yə keçib, olub nə? 8 bit və həcmi də bilmirəm. Daha sonra isə bu Unicode-a keçir həmin məlumat, olur 16 bit. Amma bu zaman həcm plus 16 kilobayt artır. Və biz bunları indi ixtisar etsək, belə, yəni bunu belə yaza bilərik də. Gəlin belə bir rendüsturdan istifadə edək. X vurulsun 8 bit bərabərdir H. X vurulsun 16 bit bərabərdir H. İstə gəlinsin 16 kilobayt. Buradan da 16-dan 8 çıxdıqda X vurulsun 8 bit və H-dar gedir, qalır burada 16 kilobayt. Əlbəttə biz bitlə kilobaytı bölə bilmədiyimiz üçün onda kilobaytı biz nəyə çevirməliyik? Bitə çevirməliyik. Bu da edir 16 vurulsun 2 üssü 13 bölünsün 8 x bərabərdir. Daha doğrusu 2 üssü burada 14 qalır. Bir dəqiqə. 2 üssü 14. Burada da yəni cavab 214 edir. B variantı. 11-ci misala baxırıq. Python dilində yazılmış proqramın nəticəsini və təyinatını müəyyən edin. Deməli, A 720, B 150 verir. Bunu biz həll etməliyik ki, təyinatını tapa bilək. Deməli, 150, daha doğrusu 720 bərabər deyil 150-yə, deyiri bəli bərabər deyil. Və ifə düşdüyümüz zaman isə 720 böyüdür 150-dən, deyiri hə. Bu zaman A bərabərdir. 720 çıxılsın 150-ni hesablayaq. 0, 7 və 7-dən 1, 600, daha doğrusu 570. Daha sonra 570 böyüdür, ifə baxırıq hər dəfə. 570 böyüdür 150-dən, deyirik hə. Deməli, yenə də 570 çıxılsın 150 yazırıq. Burada 0, 2 və 420. Yenə də baxırıq. 420 çıxılsın 150. Çünki hər bərabər deyil və 420 də 150-dən böyük olduğu üçün çıxmalıyıq. 0, burada da 7 və 270. Daha sonra A bərabər 270 150-dən böyüdür. 270 çıxılsın 150. Bu da edir 0, 2 və 120. 120 150-yə bərabər deyil və ifə düşdüyümüz zaman da 120 150-dən böyük ola bilməz. Bu zaman biz else-yə düşürük. Çünki 120 daha 150-dən böyük olmadığı üçün eksi olur. B bərabərdir. Daha doğrusu 150 çıxılsın 120. Bu olur nə? Bu olur 30. Və 30 tapırıq B-ni. İndi yoxluyuruq yenə də şərtdə. 120 30-a bərabər deyil, amma 120 nədir? 30-dan böyükdür. Yenə də biz A-ya qayıdacağıq. Demək, 120 çıxılsın 30 edir nə? 90. Yenə də 90 30-dan böyük olduğu üçün yenə də biz if-i edirik. 90 çıxılsın 30 60. Yenə də 60 30-dan böyük olduğu üçün davam edirik və 60 çıxılsın 30 bizə verir nə? 30 qiymətini. Deməli, B-ni də 30 tapdıq, A-nı da 30 tapdıq və while indi bunları müqayisə edəcəyik. 30 30-a bərabər deyil, deyirik hə, yəni bərabər deyil. Və bu zaman biz hara düşəcəyik? Printə düşüb A-nı çap edirik. Bu da deməkdir ki, burada ortaq bölənəni, yəni əbobu tapırıq. 30 yəni ədədlərin əbobunu tapırıq. Yəni burada cavab C variantıdır. Keçirik 12-ci suala. 12-ci sual isə hardware sözü Sezar üslə şifrələnib və K bərabərdir 6 verilib. Burada K bərabərdir 6 Sezarda addım deməkdir. Yəni həmin bu hərfdən 6 addım önə və yaxud da arxaya doğru. Biz bunu əlbəttə variantlara baxaraq yəni tapa bilərik. İlk öncə biz sağa doğrunu yoxlayaq. H-ın sağa doğru, yəni 6 addım nədir? H-ımız buradadır bizim. Demək, 1, 2, 3, 4, 5, 6. Burada N çıxır H-ın yəni sağa doğru addımı.
və hardverdə A-nın sağa doğru addımına baxırıq. Deməli, burada sağa doğru 1, 2, 3, 4, 5, 6, yəni C hərfi çıxır. Və R-ə baxdığımız zaman isə sağa doğru hansı hərfdir? 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, yəni burada da X çıxır və indi biz variantlara baxa bilərik. Görək, burada yəni 3 dənə hərf hələ ki tapmışıq. Görək, uyğun varmı? Deməli, burada N, sonra C və X olanlar hansılardır? C ilə Y-dir. Amma burada hardware 2 dənə A hərfi olduğu üçün bu bizə kömək edə bilər. Yəni, bu hərf də C-dir və bu da C olursa, deməli 2 dənə C hərfindən istifadə olunub cümlədə, yəni daha doğrusu sözdə. Və baxırıq ki, burada C ilə Y uyğundur və biz burada axırıncı onda hərfə burada məsələn B variant götürə bilmərik, A götürə bilmərik, D də götürə bilmərik və baxırıq C ilə E-nin hərflərinə və burada axırıncı hərf fərqlidir. Deməli biz axırıncı hərfə diqqət etməliyik. Y hərfinin, yəni 6 addımdan sonrakı hərf nədir Y-dən? Baxaq, 1, 2, 3, 4, 5, 6, K. Yəni Y-də axırıncı hərf nə olur? K hərfi olur. Demək ki, burada Y variantı deyil, C variantı düzgün cavabdır. 13-cü sual. 13-cü sual burada cədvəl, yəni modelləşdirmənin cədvəl növüdür. Bunun üçün biz mütləq cədvəl çəkməliyik. Və birinci bu şərti oxuyaq ilk öncə. Dostlar Leyla, Murad, Rəşad, Aygün, Vüqar, it, pişik, tısbağa kimi tısbağa, kirpi, dovşan kimi heyvanları saxlayırlar. Heyvanlar 1, 2, 3, 4, 5 olmaqla müxtəlif yaşdadırlar. Və bizdə şərt nəyə soruşur? Vüqar hansı heyvanı saxlar və onun heyvanının neçə yaşı var? Deməli, biz ilk öncə cədvəlimizi quraq. Cədvəli qurduqda deməli Leyla, Murad, Rəşad, Aygün və Vüqar. Burada deməli it, sonra pişik, tısbağa, kirpi və dovşan. Deməli, oxuyuruq indi cümlələr. Dostların hər biri bu heyvanlardan yalnız birini saxlayır. Heyvanlar içində yaşı ən az olan Rəşadın heyvanıdır. Rəşadın heyvanı pişik deyil. Deməli, pişik Rəşadın deyilsə çıx qoymalıyıq. Rəşadın heyvanı pişik deyil. Deməli, Aygünün saxladığı kirpi, Aygünün saxladığı kirpidirsə, buna plus qoyuruq. Digərlərə x qoyuruq, çıx qoyuruq və bir dəqiqə, bunlara da onda çıx qoymaq lazımdır. Deməli, Aygünün saxladığı kirpi 2 yaşındadır. Kirpiyə 2 yaş verək. Muradın itinə doğulan gündən bu yana 4 ildir ki, qulluq edir. Murad itinə doğulan gündən bu yana 4 ildir ki, qulluq edir. Deməli, Muradın itinin 4 yaşı var və Murad da it saxlayır. Buna da plus qoyduqda digərlərinə çıx qoyuruq. Sonra, yaşı ən çox olan heyvan Leylanındır. Dovşanın 3 yaşı var. Deməli, dovşana da 3 yaş qoyaq. Yaşı ən çox, yəni böyük heyvan Leylanındır. Leylanındırsa bizdə hansı rəqəmlər qaldı? 1 ilə 5 qalır. 1 ilə 5 qalırsa, deməli, dovşanın 3 yaşı var. Burada Rəşadın heyvanı, deməli, heyvanlar içində yaşı ən az olan heyvan Rəşadın heyvanıdır. Rəşadın heyvanı pişik deyil. Rəşadın heyvanı bizə nə olacaq? Yaşı ən az olan ya tısbağadır, ya pişikdir. Vüqarın hansı heyvanı saxlayır və onun heyvanı... Deməli, gəlin bunu başdan oxuyaq. Dostların hər biri bu heyvanlardan yalnız birini saxlayır. Heyvanlar içində yaşı ən az olan Rəşadın heyvanı. Deməli, Rəşadın heyvanının 1 yaşı var. Yaşı ən az olan heyvan odur. Rəşadın heyvanı pişik deyil. Rəşadın heyvanı pişik deyil. Deməli, Rəşadın heyvanı nə olur onda? Tısbağa olur. Baxın, yenidən oxuduqda biz onu gördük. Tısbağa olursa, deməli, pişik kimin heyvanı olur? Pişik Vüqarın heyvanı olur. Və də o da burada pişik olmalıdır Vüqarın heyvanı. Bəs niyə biz itə 4 demişik? Murad itinə doğulan gündən bu yana 4 ildir ki, qulluq edir.
4 yaşında ola bilməz. Biz əslində tapırıq tapmağına burada. Burada Muradda itdim. Leylada, Leylanı biz tapmamışıq. Leylanı biz tapmamışıq. Leylanı tapmaq lazımdır. Ona görə uyğun gəlmir bizə. Deməli, Leylaya baxaq. Yaxşı, ən çox olan heyvan Leylanındır. Aha, buradan tapdıq. Pişik Leylanın olur, Leylanın olur. Deməli, pişik Leylanın olursa, Viqaraçıq quyruq və tısbağa. Burada, yox, tısbağa deyil. Tısbağa olmur. Tısbağa elə çünki plus qoymalıyıq. Burada olur dovşan. Dovşan 3 yaşında vüqarındır. Hə, burada cavab dovşandır. Deməli, burada B variantıdır. Yəni, düz tapdıq. Sonra 14-ə keçirik. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M2, N6 və K9 verib. Burada, yəni, if-ə baxırıq. 2 üstə gəlinsin 6, 8. 8 kiçikdir 9-dan. Deyirik, hə. Daha sonra 9, 2 qat bölmə. 6 çıxılsın 2, 4 və bunu 4-ə böldüyümüz zaman isə burada tam ədəd 2 alırıq, qalıq 1. Bizdən tam istəyir, cavab B variantı. 15-ci suala baxırıq. N vurulsun 24 nöqtə ibarət olan qrafik təsvirin informasiya həcmi 384 kilobaytdır. Qrafik təsvirin 8 rəngçalarından malik olduğunu bilərək N-i tapın. Deməli, N vurulsun 1024 informasiya 384 kilobaytdır. Qrafik təsvirin 8 rəngçalarından malik olduğunu bilərək N-i tapın. Deməli, vurulsun 8 rəngçalar 3 bit. 3 bit bərabərdir. Bunu qoyun sərqəli yerdən yazaq. Deməli, N vurulsun 1024 vur 3 bit bərabərdir 384 kilobayt. Deməli, N də bərabərdir 384 vurulsun 213. Çünki bitimiz var burada. Və 210 vurulsun 3-ə. Bununla bunu ixtisar etdikdə qalır burada 8. Burada da 384-ü n bərabər belə yazıq. 384 vur 8 böl 3 və 384-ü 3-ə böləndə deməli n bərabərdir. Burada qalır nə? Deməli 128 vurulsun 8-ə bizə edir nə? 207 və 203. Bu da edir 1024. 1024 olmalıdır cavab. N bərabərdir 1024. Yəni C variantı. Bu da belə. Bunları silək. Deməli belə. 16-cı suala baxırıq. Elektron cədvəldə C5 xanası yazılmış. Bu düstur D5 xanası keçirdikdə hansı düstur alınar? Deməli, belə bir sütunlar yazır. A, B, C, D, E. Bir dəqiqə buradan qoyub bunu sileyim. A, B, C, D, E, F, C. Səhv etmirəmsə belə olur. Deməli, C5 xanasında indi 1, 2, 3, 4, 5. C5 xanasında bu düstur daxil edilib. Həmin bu düsturu biz D5 xanası, yəni bura köçürməliyik. Deməli, bu düsturu bura köçürmək üçün biz sola doğru hərəkət etməliyik və baxırıq ki, birincidə sətir və sütun mütləq ünvandır. Deməli, bu dəyişməyəcək. B3 qalır öz yerində. B3, yəni olduğu kimi qalır. Sonra baxırıq D, amma D-də dəyişiklik baş verəcək. Sətir dəyişmir, amma sütun dəyişir. Çünki qarşısında mütləq ünvanın işarəsi yoxdur. Deməli, burada da əgər D belə yazılıbsa, burada D yazılıbsa, sola doğru getdikdə bu olacaq F, daha doğrusu C və demək 2 addım sola belə olur da, yəni burada F-ə gəldikdə C olur, E-yə gəldikdə B olur, D-yə gəldikdə isə A olur. Deməli, burada bu dəyişir, olur A 4. Və buradan da elə variantda çıxır Y variantı. Y variantı ilə bizim tapdığımız cavaba uyğundur. Çünki Y də sola doğru yəni dəyişməyəcək. 5 olduğu kimi qalır, 8 olduğu kimi qalır. Burada 16 cavab Y-dir. Və 17-ci suala baxırıq. 17-ci sualda deməli Python dilində verilmiş proqramı
Aşdakı dəyişənlər cütün A, B şəklində daxil edilməsini içində 10 dəfə icra edilərsə, neçə dəfə ekrana hə sözü çap olunur. Biz hə sözü neçə dəfə çap olunacağını tapmalıyıq. Və bunun üçün də biz nəyə baxırıq? Aralıqlara baxacağıq. Deməli, burada belə deyək də, burada birinciyə baxaq. Burada 10 A-dır və bu da B-dir. Deyir 10 böyüdürmü 10-dan? Yox. 10 böyüdürmü 14-dən? Yox. Deməli, burada yox cavabı alırıq. 5-ə 7-yə baxırıq. 5 böyüdürmü? Yəni 10-dan? Yox. Yəni böyük deyil. 7 böyüdürmü 14-dən? Bu da yox. Çünki böyük deyil. Böyük olsaydı hə olardı. 10-la 14-ə baxırıq burada. Deməli, yenə burada yox alacağıq cavabı. 12-nin 17-yə baxırıq. 12 böyüdürmü ondan? Bəli. Burada plus bəli alırıq. Yəni 7 heç baxmaya ehtiyac olmur. 5-in 15-ə baxdınız. 15 14-dən böyük olduğu üçün bəli. Mənfi 5 və 7 yox. Mənfi 2 17. 17 olduğu üçün yəni bəli. 17 15 hər ikisi yəni böyük olduğu üçün bəli. 15 ilə 5 bu da yəni 15 ondan böyükdür. Bəli. 11 ilə mənfi 14. 11 ondan böyük olduğu üçün bəli. Deməli 1, 2, 3, 4, 5, 6. 6 dənə biz həni çap edəcəyik. 18-ci sual elektron cədvəldə fraqment verilmişdir və Microsoft Excel-dən D1 xanasındakı düsturu D2 xanasına köçürəndən sonra D3 xanasında alınan qiymət neçə olar? Deməli, D1 xanasındakı düsturu D2-yə köçürdükdə bu olacaq B2 üstəgəl C3 üstəgəl 3. Yəni, belə olur. Və D3 xanasında alınan nəticəni tapmaq üçün D1 ilə D2-ni tapmalıyıq. B1 bizdə 3-dür. 3 üstəgəlinsin 2, 5, bu da edir 8. B2 1 üstəgəl 2, 3, bu da edir 6. 8 üstəgəl 6 da bizə nədir? 14. Deməli, 19-cu sual indi baxarıq. Ötürülmə sürəti 232 bit saniyə olan şəbəkə ilə həcmi 16 GB. 19-cu suala baxaq. Ötürülmə sürəti 32 bit saniyə olan şəbəkə ilə həcmi 16 GB olan faylı neçə saniyə ötürmək olar? Deməli, 232 bit saniyə şəbəkə ilə həcmi. Belə bir düstur yazaq. Bunun düsturu Q bərabərdir V vurulsun D. T. Burada Q bizim həcmimizdir. V sürətdir, yəni 232 bit saniyə onun sürəti. T də zamanımızdır. Bizdən T-ni soruşur. Əvvəlcə biz bunları yerinə qoyaq. 16 GB bərabərdir 232 bit saniyə vurulsun T. Biz T-ni tapmaq üçün 16-nı biz bit saniyə olduğu üçün bitə çevirməliyik. 200 eləyəcək bu 33 və burada da 232-ni, yəni bit saniyəni bölürük. Və burada qalır 2 və bitlər getdiyi üçün saniyə sözü qalır. Deməli, 2-ni vuruq 16-ya, bu da edir 32 saniyə. T-ni də asanlıqla tapmış oluruq A variantı. 20-ci suala baxaq. Deməli, 20-ci sualda verilənlər bazasındakı cədvələ aşdakı sorğu tətbiq edilərsə neçə yazı verilən sorğuya cavab verər? Deməli, biz ilk öncə mötərizələrin daxilinə baxırıq və sonra isə mötərizələri oradan müqayisə edəcəyik. Birinci mötərizəmizdə ənddən istifadə olunur. Yəni, ad, ulduz, idi, ənd, soyadı, Əhmədov sual verilir. Burada ənd onu bildirir ki, hər iki hal doğru olduqda, yəni biz bunu doğru kimi götürməliyik. Deməli, adın sonu idi ilə qutaran, adın sonu idi ilə qutaran və soyadı Əhmədov olan. Onu böyük ehtimalla soruşacaq. Deməli, idi ilə Əhmədlə qutarmır. Bu, biri götürə bilmərəm. Sonra Fərid, bəli, Fərid qutarır. Fəridə plus qoya bilərəm. Sonra burada or nədir? Bunu götürdük. Bir dənə burada Fərid Əhmədov uyğun gəlir. Digərləri uyğun gəlmir. Və deməli, biz indi ora baxırıq. Yaş 30-dan yuxarı, maaş da 500-dən aşağı olsun. Yaş 30-dan yuxarı, maaş 500-dən aşağı. Birinci uyğun gəlmir. Yaş 30-dan yuxarı və maaş 4. Bu uyğun gəlir. Daha sonra 300-dən aşağı uyğun gəlir. 560 uyğun gəlmir. 20 də uyğun gəlmir. 640 uyğun gəlmir. 45 uyğun gəlir. Deməli, burada neçə hal doğru olur? 1, 2 və 3 hal. Yəni C variantı.
21-ci sual, onluq say sistemində verilmiş 229 ədədi 16 say sistemində təsvir olunarsa, alınan ədəd hansı rəqəmlə başlayar? Deməli, 229-u necə yazacaq? 229-u biz 16-a çevirmək istəyiriksə, 200-ü yazmalıyıq biz bunu 16-nın 4 kimi. Əgər 204 aşağı yazmışıqsa, yuxarıda 204 olmalı. 204-ü elə bir ədədə vurmalıyıq ki, 129-a yaxın olsun. Bunun üçün də biz 202 buradadırsa, biz yəni 204 202 buradadırsa 205 gəlməliyik. Yəni 32 yazmalıyıq bura. Və bu da 204 və burada da 201 yazılmalıdır ki, bu 128 bütövlükdə alınır və bir dənə də 201 yazılmalıdır ki, biz yəni alınmış olsun, bölməni tam edə bilək. 204-lər yəni ixtisar gedir. Qalır burada yəni 2. İlk rəqəmimiz 2 olur və 32 dənə də 0 arxasında yazılır. Deməli, bizim rəqəmimiz 2 ilə başlayır. Redaktorda yazılan formatlaşdırma sözündə kursorun işarəsi L hərfindən dərhal sonra dayanmışdır. 3 dəfə delete, 5 dəfə backspace düymələri basılır. Alınmış söz seçilərək U düyməsi çıxıldadılır və alınan sözü göstərir. Deməli, L-dən, L hərfindən dərhal sonra qoyulubsa, bizim kursorumuz yəni buradadır. Və 3 dəfə delete, 3 dəfə delete sağa doğru silir. Yəni A, Ş, D hərfləri silinir. Və 5 dəfə backspace isə sola doğrudur. L, T, A, M, R. Yəni R-dən L-ə qədər silinir. Və burada da belə bir söz çıxır. F, O, R, M. Yəni bu da U-dan istifadə etmək o deməkdir ki, həmin sözün altına xətt çəkilir. Belə bir söz ortaya çıxır və bu da D variantında göstərilib. 23-cü suala baxaq. 23-cü sualdan. Deməli, 23-cü sualda baxırıq ki, A1 xanası hansı tam ədəd yazılmalıdır ki, hesablamaların icrasından sonra A2, C2 diapazonunda alınmış qiymətlərə görə qurulmuş diaqram aşağıdakı kimi olsun. Deməli, biz ilk öncə A2-ni hesablamalıyıq, amma bizdən A1-in cavabını istəyir, oraya X qoyuruq. Deməli, A2-yə baxdıqda B1 4, C1 3-dürsə, deməli 7 və 7-nin də üzərinə 3 gəlib, burada edir 10. Və buradan A2-ni biz A2-ni 10 tapırıq. A2 10-dursa, deməli burada C2 də 10-dur. Və bunların hər ikisi də 10 olduqda B2 də deməli 20 olacaq. Buradan da avtomatik cavabı tapa bilərik. Deməli burada B 20 olur, C də 10 olur. Və burada bizdən A1 istədiyi üçün biz bu misalı həll etməliyik. Deməli burada 2 A1 üstəgəl B1 4, üstəgəl C1, daha doğrusu çıxılsın C1 3 və çıx 2 bərabərdir 10-a. Bunu hesabladıqda deməli burada, daha doğrusu burada 4 yox, 2-ni vurduğumuz zaman bir dəqiqə, burada biz nəyisə yanlış elədik. 2-ni biz mötərizə daxilinə vurdu 2A1 üstəgəl 8 çıxılsın 6 və çıxılsın 2 bərabərdir 10-a. Bunlar ixtisar gedir. Qalır burada 2A1 bərabərdir 10 və burada da A1 bərabərdir 5-ə. Deməli, düzgün cavab burada 5-dir. Python dilində yaz. Proqramın nəticəsini müəyyən edin. A bərabərdir 0, for i in range 3-dən 8-ə kimi verir. Biz də bilirik ki, for i range o deməkdir ki, 3-dən 8 daxildir 7-yə qədər, yəni 3-dən 7-yə qədər biz nə edəcəyik? Hər dəfə dövrə daxil olacağıq. Deməli, A-nı bizə 0 veribsə, A bərabərdir 0 üstə gəlinsin, 3 bölünsün 5, bizə 3 bölünsün 5 o deməkdir ki, qalıq elə 3 alınır. Üzərinə gəlirik 3 tam bölmə 5, bu isə 0 edir. Yəni burada A-nın qiyməti 3 olur. Sonra A bərabərdir. İndi burada 4 qiymətini alır. 4 qiymətini alır. Deməli, A-nın sonuncu qiyməti 3 oldu. 3 üzərinə 4 faizdən 5, bu da qalıq bizə nə verir? 4 verir. Plus 4-ü tam 5-ə böldükdə isə bu bizə 0 verir. Burada cavab 7. Baxaq 24-cü misala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A bərabərdir 0, for in range 3-dən 8-ə kimi verir. Amma biz bilirik ki, 3-dən 8-ə kimi dedikdə 3-dən 7-yə qədər olur bu. Daha sonra və aşağıda gördüyə baxdığımız zaman, yəni bunu həll edək. A bərabərdir
A-nın qiyməti 0-dır. 0 üzərinə 3-ü 5-ə böldüyümüz zaman qalıq 5 plus 3-ü 5-ə tam böldükdə isə 0 edir. Yəni A-nın qiyməti burada 3 olur. Daha sonra A bərabərdir. A-nın yeni qiyməti 3 olduğu üçün 3 üzərinə. Burada 3-ü bir dəfə biz istifadə etdik. Düzüm 3, 4, 5, 6, 7. 3, 7. 4-ə baxırıq. Deməli 4-ü 5-ə böldükdə qalıq 4 plus 4-ü 5-ə tam böldükdə 0 alınır. Burada da A-nın yeni qiyməti 7 olur. A bərabərdir 7 üzərinə. Bu zaman 5-i yoxlayırıq. 5-i 5-ə böldükdə burada qalıq 0 alınır. Amma tama böldükdə isə cavab 1 edir. Burada da cavabı 8 tapırıq. A bərabərdir. Daha sonra 6-nı yoxlayırıq. 8 üzərinə 6-nı 5-ə böldükdə qalıq 1. Plus da burada tam 1 alınır. Bu da edir bizdə 10. Daha sonra 7-ni yoxlayırıq. A bərabərdir 10 üstəgəl 7-ni 5-ə qalıqlı böldükdə qalıq 2. Plus da 7-ni 5-ə böldükdə qalıq 1 tapırıq. Deməli, burada A-nın sonuncu qiyməti 13 olmuş olur. Baxaq 25-ci suala. Bizə 25-ci sualda cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Bu faylların 4 KB klaster malik diskdə yerləşdiyini nəzərə alaraq bütün səs fayllarının diskdəki informasiya həcmlərinin cəminin neçə kilobayt olduğunu hesablayın. İlk öncə biz səs fayllarını tapmalıyıq. MP3, WAV və MIDI burada səs fayllardır. Və klaster necə tapılır? Klaster misal üçün burada 33 kilobayt MP3-dür, düzümü? Bu 33 kilobaytdır. 4 kilobaytlıq klasterlər yerləşdirmək lazımdır. Yəni bunu 4 hissəyə bölmək lazımdır. 4 hissəyə böldükdə isə bizə 8 tam neçəsə alınır. Həmin bu 8 tam neçəsini tam yerləşdirmək üçün demək bizə burada 9 klaster lazımdır. Və 9 klasterində ümumi informasiya həcmi demək 9-u biz 4-ə vurmalıyıq. Tapmalıyıq cavab nə? 36 kilobayt. Yəni burada 9 klasterli, yəni informasiya ümumi həcmi 36 kilobaytdır. Və 37 kilobaytında klasteri bu da edir 37 də 9 tam neçəsə edir və yəni burada 10 klaster lazımdır və 10 klasterdə 10-u vuranda 4 edir 40 kilobayt. Və burada da 49-a baxırıq. 49-da da 12 tam neçəsə alınır? Yəni 13 klaster bizə lazımdır. Yəni 13 vurulsun 4, bu da edir 52 kilobayt. Ümumi həcmləri hesabladıqda ümumi yəni burada 36, 40 və 52-nin həcmi edir 128 kilobayt. Cavab 128-dir. 26-cı suala. Adi yönəldilməmiş qrafın qonşuluq matrisinə əsasən x1, x2, x3, x4, x5 cəmini hesablayın. Deməli, burada A1-dən A2-yə yol var. Sonra A1-dən A5-ə yol var. Və daha sonra baxırıq A2-yə. A2-dən A1-ə yol olduğu üçün x1-ə 1 yazırıq. Sonra A2-dən A3-ə yol var. Daha sonra A2-dən A4-ə də yol var. A2-dən A4-ə də yol var. Və A5-ə A2-dən A5-ə yol yoxdur. A3-dən A2-yə var. A3-dən A4-ə yol var. Sonra A3-dən A5-ə də yol var. Bir dəqiqə bunu qoy sərgəli çəkək. A4, A5 və belə. Daha sonra A4-dən A6-ya, deməli A6-ya, A4-dən A6-ya da yol var. Və A4-dən A1-ə yol yoxdur, bu 0-dır. A4-dən A3-ə yol var idi, bu da 1-dir. Daha sonra buradan baxaq. A6-dan A5-ə yol varmı? Yox. A6-dan A4-ə. A4-dən A6-ya yol var. Burada 1 yazırıq. Amma A6-dan A1-ə yol yoxdur. Bura 0 düşür. Deməli, burada bunların cəmi deməli x1 1-dir. x2 0, x3 1, x4 0 və x5 1. Deməli, ümumi cəmi edir 3. Daha sonra keçək 27-ci suala. 27-ci sualda
Uyğunluğu müəyyən edin. Corel Drive vektor qrafikasına aiddir. Yəni burada D-dir və tətbiqi proqramdır A. Disk Cleanup isə burada Disk Cleanup xidməti proqramdır. Bu da C-dir. Yəni 27-nin cavabı 1A, D, 2C. Və bununla da biz bugünkü testimizi yekunlaşdırmış olduq. Görüşənədək.